Bakıya hərəkət dayandı. Minlərlə insan paytaxta daxil ola bilmir. Uzun tıxac yarandı. Diqqət, diqqət! Paytaxta gedən yollar faktiki olaraq bağlanıb. Bakıya girişdə vəziyyət kritik həddə çatıb. Minlərlə sürücü və sərnişin saatlarla yollarda qalıb. Hazırda Bakıya doğru hərəkət demək olar ki, tam dayanıb. Ətraflı məlumatı Xəbərdən Xəbərə kanalında izləyin. Bakıya doğru hərəkətdə ciddi problemlər yaranıb. Hazırda paytaxt istiqamətində nəqliyyat axını dayanma nöqtəsinə çatıb. Hadisə yerində olan Global.info.az əməkdaşının verdiyi məlumata görə, Sədərək Ticarət Mərkəzinin yaxınlığından başlayaraq kilometrlərlə uzanan tıxac formalaşıb. Sürücülər uzun müddətdir hərəkətsiz qaldıqlarını bildirir. Yollarda yaranan sıxlıq səbəbindən minlərlə insan Bakıya daxil ola bilmir. İşə və digər istiqamətlərə vaxtında çatmaq mümkün olmur. Məlumata əsasən, oxşar vəziyyət Hacıqabul istiqamətində də müşahidə edilir. Hər iki istiqamətdə yaranan tıxacın əsas səbəbi gün ərzində baş vermiş yol nəqliyyat qəzaları kimi göstərilir. Qəzalar nəticəsində bəzi yol hissələri müvəqqəti olaraq bağlanıb və bu da nəqliyyatın iflic olmasına səbəb olub. Hazırda əraziyə yol polisi əməkdaşları cəlb olunub. Hərəkətin bərpası istiqamətində tədbirlər görülür. Sürücülərə alternativ yollardan istifadə etmək və ehtiyatlı olmaq tövsiyə edilir. Siz də bu tıxacda qalmısınızmı? Hazırda yollardakı vəziyyət sizin olduğunuz ərazidə necədir? Fikirlərinizi şərhlərdə yazın. Belə son dəqiqə xəbərlərini vaxtında almaq üçün kanala abunə olun, videonu bəyənin, bildirişləri aktiv edin ki, yenilikləri qaçırmayasınız.